Azərbaycanın 12 universiteti UI Green Metricdə yer alır. Bu barədə təşkilatın sədri professor Riri Fetrisari məlumat verdi. Onun sözlərinə görə dayanıqlılıq istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi UI Green Metric 2024 reytinqində 96 ölkədən 1000-dən çox ali təhsil müəssisəsi təmsil olunur. İqtisad Universitetinin rektoru Ədalət Muradov isə bildirdi ki, elmi fəaliyyətlə bağlı qrantlara müraciət, qiymətləndirmə və nəticələrin elan mərhələləri tam rəqəmsallaşdırılmalıdır. Buna görə UNEC-də bu istiqamətdə işlərə başlanılıb. İlk olaraq elmi məlumatların idarə edilməsi modulu üzərində işlər gedir. Mən öz çıxış nitqimdə elmin rəqəmsallaşdırılmasının prioritetliyini önə çəkdim və bu sahədə Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilən ciddi layihələr haqqında danışdım. Xüsusilə elmi fəaliyyətin rəqəmsallaşdırılması ilə yanaşı süni intellektin bu prosesə tətbiq edilməsinin prioritet olmasını vurğuladım. Rektor vurğuladı ki, İqtisad Universitetinin yaşıl iqtisadiyyat və dairəvi ekosistemə keçidlə bağlı tədbirlər planı da var. Nizami Gəncəvi adına yaşıl iqtisadiyyat tədqiqat mərkəzi bu yaxınlarda Özbəkistanın analoji tədqiqat mərkəzi ilə müqavilə imzalayıb. Bugün həmin Özbəkistanın tədqiqat mərkəzinin nümayəndələri də buradadır və düşünürəm ki, son nəticədə universitetlərin yaşıl universitetə transformasiya edilməsi nömrə 1 prioritetlərdəndir. Təqdim olunan elmi məqalələrdən 224-ü seçilərək toplanıb və həmin məqalələr əsasında hazırlanan kitab konfrans çərçivəsində təqdim olunub. Təkcə 2024-cü ildə UNEC əməkdaşlarının Web of Science platformasında 662 elmi məqaləsi dərc olunub və bu nəşrlərə 3932 istinad edilib.